İslam Peyğəmbəri buyurur ki, bəzi nasalih insanlar da ölüm vaxtı, bəzi yox hamısı, ölüm anında sevinəcək. Çünki bu giriftarçılıq olan aləmdən, bu qəfəsdən çıxmağın, azadlığın özünün bir sevinci var. Hər nə gözləyir onu qarşıda, axır ki bu dərd yurdunu tərk elədi. Bu məhdud aləmi tərk elədi. Bunun özünün bir, həmin anda bir hədisdə var əlbəttə. Ki, mən bu hədisi heç vaxt deməmişəm ki, bu anda bir sevinci də olur o insanlar üçün. İnsan üçün təsəvvür oluna biləcək ən şad xəbər bundan ibarətdir ki, sən həmişə varsan, sən əbədisən. Bundan gözəl bir xəbər ola bilməz insan adlı bir varlıq üçün. Öyle bir şad xəbərdir ki, bütün qəmləri əritməlidir.